orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb. Ölkədə ilk dəfə olaraq meyit donorun orqanları transplantasiya edilib. Bu barədə əvvəlki buraxılışımızda da ilkin məlumatları təqdim etmişdik. Hazırda isə Səhiyyə Nazirliyi bununla bağlı mətbuat konfransı keçirir. Əməkdaşımız Fidan Mədətova da həmin mətbuat konfransındadır. Nazirlik jurnalistlərə daha hansı məqamları açıqlayıb, bu barədə bizə daha detallı məlumatları da elə Fidan təqdim edəcək. Hər vaxtın xeyirli olsun Fidan. Buyur, səhiyyəmizdə bir ilk kimi qeydə alınan orqan transplantasiyası ilə bağlı Nazirlik hansı məqamları diqqətə çatdırdı? Söz səndə. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, hazırda elə sizin də qeyd etdiyiniz kimi Səhiyyə Nazirliyinin təşkil etdiyi mətbuat konfransındayıq və buradan ən son detalları sizlə bölüşməyə çalışacağıq. Belə ki, məlum olduğu üzrə əslində öncəki efirlərdə də müəyyən qədər bununla bağlı məlumat vermişdik. İlk dəfə meyit üzərindən orqan transplantasiyası əməliyyatı həyata keçirilib və bəs hansı orqanların belə deyək, transplantasiyası burada müzakirə mövzusu olub, bununla bağlı olan detallara toxunmağa çalışacağıq. Belə ki, elə az öncə də iki efirlərdə də müəyyən qədər məlumat verdiyimiz kimi orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinə, klinik tibbi mərkəzdə müalicə alan bir şəxsin beyin ölümü diaqnozu ilə həyatını itirdiyi ilə bağlı informasiya verilmişdi və hazırki məqamda daha sonra, yəni həmin qeyd etdiyimiz mərkəz bundan sonra müəyyən tədbirlər həyata keçirməyə başladı və ilk növbədə xəstənin yaxınlarından razılıq alındı. Daha sonra isə onların razılığı əsasında bu transplantasiya əməliyyatları həyata keçirilməyə başladı və məhz ilk həyata keçirilən orqan transplantasiyası əməliyyatı qaraciyərin köçürülməsi oldu. Belə ki, qaraciyər serozundan əziyyət çəkən, hansı ki, hepatit B və hepatit D-yə görə əziyyət çəkən 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına həmin qeyd olunan meyitdən qaraciyər köçürülməsi prosesi baş tutdu və artıq həmin gənc pasiyent yenidən həyata qayıtdı və digər bir istiqamət olaraq isə gözün buynuz qişası köçürülməsi əməliyyatı həyata keçirildi və akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən 2 resipiyentə köçürülməsi ilə bağlı məlumat verildi və qeyd edilək ki, bu əməliyyat tək Azərbaycanda deyil, Qafqaz regionunda da ilk meyitdən köçürülən orqan transplantasiyası əməliyyatı olaraq qeyd olundu və bəli, Azərbaycan belə bir addım atdı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi donorun yaxınlarına necib davranışlarına görə minnətdarlığını bildirir və peşə vəzifələrini yüksək səviyyədə icra eləmiş tibb mütəxəssislərinə təşəkkür eləyir və gələcək fəaliyyətində isə uğurlar arzulayır. Hələ ki, Səhiyyə Nazirliyinin bu məsələ ilə bağlı keçirdiyi brifinqdən çatdıracağım son informasiyalar bu qədər idi. Söz yenidən xəbər mərkəzindədir. Təşəkkürlər Fidan, ətraflı məlumat üçün. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Fidan Mədətova idi. Elə bu informasiya ilə də burada yekunlaşdırırıq.